Həzm sistemini izahatına başlayırıq. Fiziki və kimyəvi həzm haqqında bugünkü dərsimizdə məlumat verəcəm. Çalışacağım ki, videolar çox uzun olmasın, amma detallı izah verəcəm. Çünki Respublika Fənn Olimpiadalarına ikinci mərhələsi üçün, yəni yarımfinal mərhələsi üçün hazırlaşan şagirdlərim var. Həm qrupumuza atacağım, həm YouTube kanalına da yükləyəcəm ki, digər şagirdlər də yararlansınlar. Əvvəlcə gəlin baxaq, fiziki həzm və kimyəvi həzm nədir? Fiziki həzmdən başlayaq. Deməli, fiziki həzm və kimyəvi həzm. Gəlin görək bunların fərqi nədir? Fiziki həzm deyəndə biz bunu mexaniki həzmdə başa düşürük və qidanın bu zaman daha belə deyək, görünüş baxımından dəyişilməsidir. Yəni bunun görünüşü dəyişir qidanın. Belə deyək də daha kiçik hissələrə parçalanır, amma tərkibi dəyişmir, görünüş dəyişir və görünüşü dəyişən zaman qida maddələri öz sahəsini artırır. Yəni səth sahəsini artırır. Nəyə görə? Çünki bura ferment daha sürətli təsir etsin deyə səth sahəsini genişləndirir və ağızdan başlayaraq bağırsağa doğru fiziki həzmin azaldığı müşahidə olunur. Gəlin görək fiziki həzm harda gedə bilər? Məsələn, ağız boşluğumuzda, məməlilərdə, ağız boşluğunda bunu dişlər yerinə yetirə bilər. Mədədə əzələlərin hesabına gedə bilər. Nazik bağırsaqda, onun da divarında əzəllər var, bunun da hesabına gedə bilər. Və eyni zamanda nazik bağırsağa öd gəlib açılır və bunun da hesabına deməli nazik bağırsaqda fiziki həzm gedə bilər. Heyvanları bir yadımıza salsaq, məsələn, ilbizdə dişcikli dil var idi, onun hesabına, ona radula deyilir, onun hesabına fiziki həzm gedə bilər. Həşəratlar var, məsələn, gəmirici ağzı olan həşəratlarda üst-alt çənələrin hesabına qidanın xırdalanması baş verə bilər. Eyni zamanda həşəratların yenə də sərt qida yeyənlərdə xitin dişcikli belə deyək, mədə var. Bunun hesabına gedə bilər. Xərçənglərdə yenə xitin dişcikli mədənin olması var və bunun da hesabına yenə fiziki həzm gedə bilər. Quşların məsələn əzələli mədəsi var. Bunun hesabına yenə fiziki həzm prosesləri gedə bilər. Bir sözlə fiziki həzm nədir? Fiziki həzm sadəcə qidanın görünüşünün dəyişməsidir ki, bu kimyəvi həzmin daha yaxşı getməsinə şərait yaradır. Gəlin görək kimyəvi həzm nədir bəs? Kimyəvi həzmin getməsi üçün suyun olması vacibdir və fermentlərin olması vacibdir. Su və fermentin iştirakı ilə mürəkkəb maddələr, daha doğrusu daha iri birləşmələr kiçik maddələrə qədər parçalana bilir. Yəni, məsələn, yaza bilərik ki, böyük molekullar, üstə gələk ferment, üstə gələk su. Və bu reaksiyadan nə alınır? Kiçik molekullar əmələ gəlir və eyni zamanda ferment də buradan xaric olur. Çünki ferment necə daxil olubsa, elə də reaksiyanı tərk edir. Çünki onlar dəyişmirlər. Sadəcə prosesi sürətləndirən maddələr hesab olunur. Su bu prosesdə hidroliz reaksiyasıdır deyə burada istifadə olunur. Yəni, susuz mümkün deyil də. Bilirik ki, su olmasa iri molekullar kiçik molekullara parçalanmaz. Ona görə də su burada önəm kəsb edir. Bu prosesdə kimyəvi həzmdə enerji lazım olmur. Yəni, ATF enerjisi burada xərclənmir. Sadəcə enerji mühitdən alınmış olur. Yəni, mühitin istiliyi hesabına bu reaksiyanın getməsi müşahidə olunur. Kimyəvi həzm zamanı, məsələn, zülallar parçalanır amin turşularına qədər, polisaxaridlər və yaxud da disaxaridlər monosaxaridlərə qədər parçalanacaq. Nuklein turşuları nukleotidlərə qədər parçalanacaq. Yağlar və yaxud da fosfolipidlər yağ turşusu və gliserinə qədər parçalanacaq
və s. Bunlar daha tamamən fərqli maddələrdir. Yəni böyük maddələrdən kiçik maddələrin alınması və bu kiçik maddələrin də bağırsağın divarından qana və limfaya sovrulması prosesləri baş verəcəkdir. Və bundan əlavə yediyimiz qidanın tərkibində ola bilər su, vitamin və yaxud da maddələr, mineral duzlar olsun və bu mineral duz, vitamin, su bunlar heç vaxt parçalanmadan, yəni necə qəbul ediriksə o şəkildə həzm yolundan, yəni həzm kanalının əsasən də nazik bağırsağın o xovlu hissəsindən qana keçir. Amma yerdə qalan maddələr ki var, zülallardır, polisaxaridlərdir, yağlardır, bunlar parçalanmağa məruz qalırlar. Digər dərsimizdə ağız boşluğunda həzm haqqında məlumat verəcəm sizə.